iqtisadi rayonumuz var deyirik. Aha, indi ahası odur ki 14 iqtisadi rayonu sayı bilərsən bizim üçün. Hə, yaxşı şəkil. Hə. Hə, sonra. Aha. Dedik ki, Azərbaycan iqtisadi rayonları Bakıdır. Bakı iqtisadi rayonudur. Gör babam nə deyir? Hə, bir dayanma. Və qışqırsan baban nə deyir? Gör bir dəstəyə. Hə. Deməli, baxırıq. Bakı iqtisadi rayonu bir rəqəmi ilə göstərir, Rum rəqəmi ilə. Görürsünüz ki, Bakı iqtisadi rayonudur. 2 rəqəmi ilə Abşeron Xızıdır uşaqlar. 3 rəqəmi ilə Quba Xaçmazdır. 4 rəqəmi ilə Dağlıq Şirvandır. 5 rəqəmi ilə Şəki-Zaqataladır. Sonra gələk 6-ya. 6 rəqəmi ilə öz növbəsində Mil Muğamdır. 7 rəqəmi ilə bizim üçün göstərilən ərazi Mərkəzi Arandır. 8 rəqəmi ilə bizim üçün göstərilən ərazi Gəncə Daşkəsəndir. 9 rəqəmi ilə bizim üçün göstərilən ərazi üzr istəyirəm, 9 rəqəmi ilə Gəncə Daşkəsəndir. 8 rəqəmi ilə bizim üçün göstərilən ərazi isə Şirvan Səryandır. 9 Gəncə Daşkəsən, 10 deməli Qazax Tovuz, 11 deməli 11 haqqında deyəcəyik ki, Qarabağ iqtisadi rayonudur. 12 Şərqi Zəngəzur, 13 Lənkəran, Astara və Lənkəran Astara, 14 isə Naxçıvan iqtisadi rayonudur ki, bu iqtisadi rayonlardan təşkil edilmişdir. Aha. Sonra davamında indi gəlin bu iqtisadi rayonlar haqqında buradakı qeydlərə də bir nəzər yetirək, görək nə var, nə yox. İqtisadi rayonlar əhalinin demoqrafik göstəricisine görə ən çox əhali gördüyünüz kimi Bakı iqtisadi rayonu ərazisindədir. Deməli 2.303.000-dən çox əhali var Bakı iqtisadi rayonunda. Aha. Sonra deyəcəyik ki, başqa nə var? Sonra Abşeron Xızıdır əhalinin sayına görə. Quba Xaçmazdır. Belə üzr istəyirəm. Sonra Şəki Mərkəzi Aran. Gözlüyüm bir dəqiqə. Kim səs açıb? Bir dənə səsi bağlasın. Aha, cədvələ baxanda biz deyirik ki, birinci Bakı iqtisadi rayonudur. İkinci uşaqlar gördüyünüz kimi Qarabağ iqtisadi rayonudur ki, yox, üzr istəyirəm. Lənkəran Astara iqtisadi rayonudur ki, əhalinin sayına görə ikincidir. Üçüncü isə uşaqlar Qarabağ iqtisadi rayonudur. Elə biz bu ilk üçlüyü yadda saxlasaq bizim üçün böyük faydaya sahibdir. Sonra uşaqlar gəlin də biraz Bakı iqtisadi rayonu haqqında danışaq. Bakı iqtisadi rayonu haqqında kim danışır? Buradan görmürəm də kimsə səs açsın mən desin də bir. Hə, danışaqdan. Kitab %14'tür. Kitab %14. Aha. O köhnə statistikadır. 3 milyona yaxınlaşır olur. Hə, 2021-ci statistikası. Hə, 2020. Aha. Aha. Dedik ki burada nə adresi var? Burada bir dənə adres var, değil mi? Məşhur adres. Dediği ad nədir? Nə? Şimal adresi. Bəli, aferin. Şimal adresi bu ərazidə yerləşir. Uşaqlar,
Sonra davamında biz qeyd edəcəyik ki, deməli, kvars, neft, uşaqlar bilirsiniz, nefti, qazdır burada. Əsas qurudakı qaz yataqları hansılardır? Yox, qurudakı. Dedim axı. Yox. Gürcü zirə, bir də Qaradağ Qobustan. Ha, 2 dənə trenə yazılanlar. Gürcü zirə, Qaradağ Qobustan. Bəs dənizdəki qaz yataqları? Nə? Onlar nefti, nefti. Qaz yatağı. Şahdəniz, Alov, bir də Ümid. Yadınıza düşdü? Yadınıza düşdü uşaqlar. Hə. Sonra uşaqlar keçirik. Deməli, dedik ki, neft yataqları dedik ki, öz növbəsində Qaradağdır, Danılcuzdur, Əşrəfidir. Bunlar da əsas neft yataqları hesab olunur. Sonra uşaqlar, deməli, əhəng daşı dedik, kvars qumu dedik, Hacıvəli Hökməli buradan çıxarılır. Bunları qeyd etdik. Sonra dedik, Abşeron yarımadasında yerləşir, dəniz sahilindədir, Bakı limanı var burada. Daha sonra burada yerləşən, deməli, Bakı iqtisadi rayonuna daxil olan, deməli, 12 rayonun adını kim çəkər? Bakı şəhər inzibati ərazi dairəsinə aid olan 12 rayon. Evet, cavab versin. Buradan görmürəm. Kim cavab vermək istəyirsə buyursun. Baxın, əlini qaldıran kimdir? Heç kim əlini qaldırmayıb ki. Heç kim bilmir bunu. Avtandil getdi. Hə, buradadır. Avtandil cavab ver bu sualı. Hansı iqtisadi? Yox, heç o dediklərin çoxsu yoxdur axı burada. Bax, Qaradağdır, Xəzərdir, Sabunçudur, Binəqədidir, Nizamidir, Yasamaldır, Nərimanov, Nəsimi, Xətai, Səbail, Suraxanı, Pirallahı. Bir də təkrar sayıram. Pirallahı, Suraxanı, Səbail, Xətai, Nəsimi, Nərimanov, Yasamal, Nizami, Binəqədi, Sabunçu, Xəzər, Qarabağ rayonları Bakı deməli inzibati rayonunun ərazisinə daxildir. Bir də uşaqlar düşür ki, məsələn, Bakı aqlomerasiyasına daxil olmayan rayonlar bu 12 rayondan başqa hansı rayonun adı yazılsa daxil deyil. Aydın oldu. Aydın oldu uşaqlar. Bu da belə. Sonra davam edək. Bakı iqtisadi rayonu haqqında bu qədər. Keçək başqa iqtisadi rayonlarımız haqqında da biraz danışaq. Gördüyünüz kimi Bakı iqtisadi rayonunda əhəng daşıdır, sement xammalıdır, neftdir, qazdır. Sonra ərazisindən neft kəmərləri keçir, qaz kəmərləri keçir, istilik elektrik stansiyalarıdır. Sonra kənd təsərrüfatı sahələri kimi qış otlaqları, heyvandarlıq üçün daha deməli yaxşıdır. Üzümçülük, quru subtropik meyvəçilik, zəfəran əkili, zeytun əkili, quşçuluq burada əsas yer tutur. Sənaye sahələri kimi qara metallurgiya, əlvan metallurgiya, kimya, sintetik kauçuk, neft emalı, maşınqayırma və metal emalı, elektrotexnika, tikinti materiallarının istehsalı, yüngül sənaye, yeyinti sənayesi olduqca üstün mövqeyə malikdir. Uşaqlar, indi deməli Quba Xaçmaz iqtisadi rayonu haqqında bizə kim məlumat verəcək? Hayır, Quba Xaçmaz iqtisadi rayonu haqqında danış. Hə, səsi açamırsan. Burayı sən danış. Aha. Milli tərkib, aha.
Novosibirsk. Hə, neft boru kəmərləri buradan keçir də, neft boru kəməri. Aha. Bu ramonun ərazisindən keçir. Gəlin Quba Xaçmazı. Aha. Bəli, bəli. Bir də ki, uşaqlar, Bakı iqtisadi rayonu üçün hansı meyvəçilik səciyyəvidir? Başqa hansı meyvə? Bəli, cənub meyvəçiliyi, quru subtropik meyvəçilik, zeytun əkimlərinə görə xüsusilə fərqlənir. Uşaqlar, indi keçirik nəyə? Keçirik Quba Xaçmazı, hə, tumlu meyvəçilik dedin, sonra Respublikamızın ən böyük meyvəçilik rayonu hansı rayondur? Gədəbəy nədir? Gədəbəy, Quba Xaçmazdan danışdığımız Gədəbəy hardan ağılına gəldi? Qubadır da, Quba. Ən böyük meyvəçilik rayonu, bəli, Qubadır. Ərazisinə görə də ən böyük rayonu Quba rayonudur. Bunu da qeyd etdik uşaqlar. Sonra, Quba Xaçmaz haqqında başqa nə deyəsin, Nuray? Sonra burada uşaqlar Xaçmaz rayonu ərazisində 2 dənə şəhər var. Biri Xaçmaz şəhəridir, bir də Xudatdır. Görürsünüz, deyə Xudat. Ha, Xudat, bu Xudat. Bu 2 şəhər var içində. Xaçmazlı Xudatdır. Aha. Aha. Sonra isə Kartodakı. Əla. Elə bu qədərdir. Görək başqa nə var burada? Başqa uşaqlar, bir də biz deməli Bakı iqtisadi rayonundan danışanda bayaq qeyd etməyi unutduq ki, ərazisində əyik var, əyik. Bakı iqtisadi rayonunun ərazisində əyik var. Ərazi istehsalat kompleksi. Yəni əyik olan ərazilərdəndir. Sonra uşaqlar, bir də davam edəcəyik. Biz görək bu Quba Xaçmaz haqqında nə deyə bilərik? Tərəvəzçilik, meyvəçilik, heyvandarlıq, taxılçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq, taxılçılıq, yay otlaqları, sonra qış otlaqları, heyvandarlıq, meşələr, quşçuluq. Yəni burada həm yay otlaqları var Quba Xaçmazda, həm də qış otlaqları. Amma Bakıda yalnız qış otlaqlarıdır uşaqlar. Yəni qış və yay olması üçün uşaqlar həmin ərazidə müəyyən bir hissədə düzənlik olmalıdır, müəyyən bir hissədə də dağlıq olmalıdır. Quba Xaçmazda bu var. Çünki burada Samur Dəvəçov balığı var. Burada da ki, bildiyiniz kimi Bazarcığı var, Şax dağı var, yan silsilə var. Yəni nə qədər desə silsilə adı çəkmək olar. Sonra burada meşələr var, yalama meşələri, quşçuluq var. Sonra sənayesində yüngül sənaye obyektləri, meyvə tərəvəz konservləri, balıq və balıq konservləri, süd, yağ, pendir emalı, elektrotexnika, çörək bişirmə, neft və qaz istehsalı da buraya aid. Uşaqlar. İndi Quba Xaçmazda deyin görək mənim üçün bu adlarını çəkdiyimiz bu deməli hansı mineral suları var Quba Xaçmazda? Aha. Meyvə konservi hansı ərazilərində fəaliyyət göstərir? Meyvə konservi zavodları. Meyvə konservi zavodları da baba yazılıb. Bax, görürsən meyvə konservi zavodları. Gələ yuxarıda baxaq, xəritədə də göstərək. Meyvə konservi zavodları. Qələm qalxsa yuxarı, hə. Aha, meyvə konservi zavodları nə rənglə göstərilib? Baxırıq ki, açıq qırmızı rənglə, açıq rənglə. Yox, meyvə yaşıl, hə, açıq mavi rənglə göstərilib. Bu da biz görürük ki, meyvə konservi zavodları, deməli, bizim üçün var Xaçmazda, Qubada, Qusarda. Aha, görək bu nə rəngdir? Bu da süd, yağ, pendir emalıdır uşaqlar. Süd, yağ, pendir emalı Şabrandadır bütövlüklə. Şabrandadır. Gördünüz? Sonra sarı rəngə baxırıq. Elektrotexnika. Elektrotexnika Qubadır, Qusardadır. Sonra uşaqlar diqqət edirək başqa nələr var burada. Əsas görək nələri qeyd edək. Çörək bişirmə məsələn yenə də deməli çörək bişirmə ilə bağlı biz qeyd edəcəyik Qubanın Xaçmazı. Sonra uşaqlar neft, qaz olan ərazilərdəki bu sahil hissələridir uşaqlar. Bu Xəzər dənizinin şerq zonası əsasında. Bu Siyəzən rayonu ərazisi üzr istəyirəm. Siyəzən rayonu ərazisində neft, qaz daha çoxdur. Bəli. Pişirmək olur, pişirmək olur. Niyə olmur ki? İndi burada əsas götürür də, başa düşdün nətər?
Bu iqtisadi rayon üçün ən çox olan yeri bizə qeyd edir. İnşallah sonra davam edəcəyik. Biz nə ilə? Quba xaçmazı da bitirdiksə, keçək nəyə? Keçək bizim onun qonşu rayonu Şəki Zaqatalıya. Şöyle Şəki Zaqatalı haqqında bizə kim danışar? Qoy baxın görüm kim var burada səs çıxmayan, dəstə iştirak edən, sakit. Deməli Əzizə xanım var. Bir də Vaqif var. Vaqif səsi aça bilmir səhv eləmirəmsə. Əzizə xanım danışa bilərsiniz bizə Quba xaçmaz haqqında? Hə, buyurun. Hə, Şəki Zaqatalı, bəli. Aha. Uşaqlar, bir dənə sözünüzü də kəsirəm bir dəqiqə. Burada uşaqlar, bax şəhəri sözü yazılıbsa, Şəki şəhəri yazılıb. Şəhəri sözü varsa bu deməkdir ki, bunlar respublika tabelidir uşaqlar. Respublika tabeli şəhərlərdir. Yəni elə bu şəhəri sözü varsa belə respublika tabeli deməkdir. Başa düşdünüz məni? Desək ki, məsələn, respublika tabeli şəhər var Şəki Zaqatalada, bəli var Şəki şəhəri. Aydın oldu. Sonra, məsələn, gəlin keçdiklərimizə də qaydaq bir dənə baxaq. Əzizə xanım, siz yadınızda saxlayın sualı. Bir dənə, tərkibində Xaçmaz, Quba, Qusar, Şabran, İnzibati rayonları da. Bax, görürsünüz, burada şəhər yoxdur Quba Xaçmazda. Deməli, Quba Xaçmazda respublika tabeli yoxdur. Sonra gedir Bakıda Bakı. Bakıda Bakıdır da bir də qayıtmıram. Bakı respublika tabelidir də, birisi Bakı şəhəri. Aha. Bakıda da Bakıdır. Hə, indi dedik Şəki Zaqatalada Şəki respublika tabelidir. Hə, sonra Şəki Zaqatal haqqında davam edeyim. Buyurun Əzizə xanım. Aha. 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 Sonra. Hə, Şəki Zaqatalada necə meyvəçilik inkişaf edib? Meyvəçiliyin hansı növü inkişaf edib Şəki Zaqatalada? Səbirli ol, Əzizə xanım desin. Afərin, qərzəhlidir. Niyə qərzəhli deyilir uşaqlar? Deyir Şəki Zaqatalada qoz fındıqdır da. Qoz fındıq necə bitkilərdir? Qərzəhlidir. Məsələn, Quba Xaçmazda Qubada alma deyirik. Alma necə bitkidir? Tumlu. Elə yadda saxlayın da uşaqlar. Şəki Zaqatalada Oğuzda qoz fındıqdır da əsas. Ona görə də onlar qərzəhli olduğu üçün qərzəhli meyvəçilik deyirik. Hə, bu gördüyünüz Şəki Zaqatala rayonudur uşaqlar. Baxın, Şəki Zaqatala. Bu da aid olan, deməli, bir Şəki şəhərə aiddir tərkibinə. Sonra sırası ilə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ uşaqlar. Bu rayonlara aiddir. Deməli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, bir də hara? Bir də qeyd etdik ki, Qəbələ aiddir. Şəki Zaqatalanın ərazisinə. Aydın oldu? Bunlardan uşaqlar Balakəndi Qaxdır. Balakəndi Zaqataladır Qaxdır. Həm Gürcüstan, həm Rusiya ilə sərhəddirlər. Şəki də Oğuzdur, Qəbələdir. Bunlar yalnız Rusiya ilə sərhəddirlər. Aydın oldu. Aydındır uşaqlar. Bəli, bu üçü deməli, bu üçü 2 rayondan həmsərhəddir. Bu üçü 1 rayondan. Bir dənə qoyun Quba Xaçmaza da qaydaq. Orada aha, Quba Xaçmaza baxaq uşaqlar. Burada dedik Xaçmazdır, Qusardır. Bunlar ikisi Rusiya ilə sərhəddirlər. Qalanlarının çıxışı yoxdur. Bir də burada Xaçmazdır, Qusardır, Şabrandır, Siyəcəndir. Bunların dənizə çıxışı var. Qubanın nə dənizə çıxışı var, nə xarici ölkəyə. Dedik Qərzəhli, Tumlu, Quba Xaçmazdır. Qərzəhli Şəki Zaqataladır. Şəki Zaqatalada uşaqlar əsasən tütünçülük inkişaf edib. Yadınızda deyə burada da qeyd olunub. Tütünçülük, baramaçılıq inkişaf edib, bəli. Sonra yay otlaqları, heyvandarlıq üçün əsas, qış otlaqları, heyvandarlıq. Əsasən deyək ki, bu Şəkinin bu Kür Araza yaxın olan hissələrində, aşağı hissələrində, yəni cənub hissələrində nisbətən qış otlaqlarına qan xeyir sayda deyək də, qış otlaqlarına rast gəlmək olur.
Sonra meşələr var. Meşələrdəki uşaqlar burada intrazonal meşələrdə bilirsiniz, yeraltı sular səthə yaxın yerləşdiyi üçün intrazonal meşələr burada geniş sahə tuturlar. Tütünçülükdür qeyd olunur. Meyvə tərəvəz konservi, yeyinti sənayesi, süd, yağ, pendir, ipək, ağac emalı, polimetallar. Deməli, polimetallar bilirsiniz ki, uşaqlar çıxır Balakənlə Zaqatala ərazisində də dəfələrlə qeyd eləmişik. Burada polimetal prizi ilə zəngindir. Baxın, işarəsi də var, polimetal. Deməli, Zaqatala ilə Balakən polimetalla zəngindirlər. Sonra uşaqlar, biz qeyd edəcəyik ki, ağac emalına görə uşaqlar, deməli, baxaq görək ağac emalı ilə hansı rənglə verilib. Ağac emalı ilə uşaqlar Şəki şəhəri içərisində ağac emalına görə fərqlənir. Sonra ipək emalına görə Oğuz fərqlənir uşaqlar, Qəbələ fərqlənir. Sonra süd, yağ, pendirdir. Elə eyni ilə bununla da bağlı Şəkinin adını çəkə bilərik. Meyvə konservidir, qaxdır uşaqlar. Əsasən qax şəhəri meyvə konservi ilə fərqlənir. Tütünçülükdə dediyim kimi Şəkidir. Şəki şəhəri əsasən tütünçülüklə fərqlənən ərazilərdəndir. Meyvə konservini uşaqlar Zaqataladır. Bir də qaxı aid edilir əsasən. Zaqatala, qax. Bunlar meyvə konservinə görə fərqlənən ərazilərdir. Eləcə də Balakən. Bu da ümumi iqtisadi amillərini yadda saxladıqsa, keçirik Dağlıq Şirvan iqtisadi rayonuna. İnşallah Dağlıq Şirvan iqtisadi rayonu haqqında bizə Vaqif səs aça bilirsən? Hocam Vaqif səs aça bilir. Hamı danışsın. İstəyirəm hamı iştirak eləsin. Vaqif. Hə, Vaqif səs açamırsa, eybi yox. Onda kimdən davam edir? Avtandillə davam. Avtandil bizə deməli, Dağlıq Şirvan iqtisadi rayonu haqqında məlumat verir. Aha. Hə, Şamaxıdakı, Nuray, Şamaxıdakı mineral bulağın adı nədir? Nuray. Nuray yoxdur. Hə, bilirsən Avtandil səndir. Qoy Nuray desin, bilək. Nə idi? Çuxuryurd idi, aferin sənə. Çuxuryurd. Sonra uşaqlar, İsmailədakının adı nə idi? Bəli, İsmailiyədə də Bədodur. İndi yeri burada verilir. İsmailiyədə də Bədodur. Hə, lap yaxşı. Aranızda 15 dəqiqəlik yer var. Hələ. Deməli, Çuxuryurdla Bədov mineral blokları bu ərazidə yerləşir uşaqlar. Sonra biz burada qeyd etdik ki, əsasən burada payızlıq taxılçılıq özünü deməli, üzr istəyirəm, yazlıq taxılçılıq özünü yazlıq taxılçılıq özünü göstərir. Sonra uşaqlar burada qeyd etdik ki, keçən dəfə İsmailiyyə ilə Şamaxıda hansı torpaq daha geniş yayılıb? Yox, İsmailiyyə ilə Şamaxıda boz torpaq olar öndürürdü. Hansı torpaqdır? Nuray, çıxıb çölə bir torpağa bax qayıtı. Hə, qara torpaqlardır. İsmailiyyə ilə Şamaxıda qara torpaqlar geniş yayılıb. Bu da o deməkdir ki, keçmiş zamanlarda Böyük Qafqazda meşə zolağı bu zonaya qədər uzanmışdır. Amma daha sonralar meşə bu ərazidə qırıldıqdan sonra deməli, yerində həmən o qara torpaqlar qalıb İsmailiyyə və Şamaxı ərazisində. Eyni zamanda burada qeyd edilir ki, İsmailiyyə və Şamaxı ərazisinə hansı milli parkın ərazisinin bir hissəsini təşkil edirlər? Qeyd etdik. Hansı milli parkı qeyd eləmişik?
Hansı milli park? Nə tez yaddan çıxır oxuduqlarınız? Şahdağ Milli Parkı, uşaqlar. Şahdağ Milli Parkının bir hissəsi bu, bu ərazilərə düşür. Aha. Sonra deyirik ki, bu ərazilərdə pambıqçılıq, taxılçılıq, heyvandarlıq, üzümçülükdür, uşaqlar. Bu sonra qeyd edirik üzümçülükdür, dəmiyə taxılçılıq, heyvandarlıq, yəni yazlıq taxıl əkinləri, taxılçılıq, heyvandarlıq, yay otlaqları, heyvandarlıq, qış otlaqları nisbətən aşağı hissələrdə yayılıb, meşələrdir. Sonra yüngül sənaye obyektləridir. Sonra şərabçılıqdır, meşə və ağac emalıdır, yeyinti sənayesidir, neftdir, əhək daşıdır, mineral bloklardır, yanaşıqdır. Pirqulu meşələri harda yayılıb? Şamaqda yayılıb, düzdür. Deməli, uşaqlar, burada Qobustan ərazisində görürsünüz ki, bizə neft verilib ki, Qobustanda neft yayılıb. Bir də uşaqlar, burada əhək daşıdır Qobustan ərazisində. Eyni zamanda burada böyük bir sarı ilə yeyinti sənayesini göstərir ki, Qobustanda, deməli, Qobustanda var yeyinti sənayesi, neft sənayesidir, yeyintidir, bir də əhək daşıdır uşaqlar. Sonra Şamaxı haqqında deyəcəyik ki, Şamaxıda uşaqlar şərabçılığı inkişaf eləyib. Bir də ki, yüngül sənaye. Nə var? Meysəriyə yəqin şərab istehsal edən şirkətin adıdır. Hə, lap yaxşı. Deməli, şərabçılıqdır, uşaqlar. Bir də yüngül sənaye obyektləridir, Şamaxıda inkişaf edib. Sonra Ağsuda yeyinti sənayesidir. Sonra bu bulaqlardan dedik ki, biri Bədodur, biri də nədir? Bir də Çuxuryurtdur, afərin, bir də Çuxuryurtdur. Bədo ilə Çuxuryurtdur. Uşaqlar, Zaqatala Balakəndə qeyd eləməyi unutduq ki, orada da uşaqlar məşhur bulaqlardan biri Oğuzda olan Oğuzdakı bulağın adı nə idi? Bir dəqiqə. Xalxal bulağı, hə. Xalxal bulağıdır. Xalxal bulağıdır ki, Oğuzdakı. Olar. Əsas orada Xalxal bulağı ilə tanınır. Aha, uşaqlar, sonra şərabçılıq haqqında İsmailin adını çəkəcəyik ki, İsmaildə də öz növbəsində uşaqlar şərabçılıq var. Başqa da ki meşə və ağac emalı. Burada üzüm əkinləri genişdir deyən ona görə. Üzümçülük olan yerdə Şamaxıda üzümçülük yüksək inkişaf eləyib İsmaildə. Ona görə də orada şərabçılıq, yəni belə deyək, şərab istehsalı üçün əkilən üzüm sahələri daha geniş yayılıb. Sonra İsmaildə uşaqlar gördüyünüz bir işarə bizə yanarşisi göstərir. Bilirsiniz ki, İsmail ərazisində yanarşis geniş yayılıb. Qubanın adını qeyd edilir ki, Qubada deməli yanarşis geniş yayılıb. İsmaildə nisbətən də Qobustanda yanarşis ehtiyatlarına rast gəlinir. Aha. Şamaxı Bakıya ən yaxın olan rayondur. Belə deyək də, Bakı-Qazax yolu üzərində. Qobustandır, Bakının girişi söz yox, Qobustandır, amma belə Qobustanı nəzərə almasaq Şamaxıdır yaxın. Nuray, nə qədər yoldur sizdən Bakıya? Bir saat çoxdur hələ. Dağın başından düşəndə bir saatdır. Hə. İndi getirik uşaqlar. Növbəti Gəncə Daşkəsənə. Gəncə Daşkəsən haqqında bizə kim danışacaq? Onunla Nuray danışsın. Növbə ilə. Yox, Əzizə xanım danışsın. Gəncə Daşkəsən. Bunu bir gizlərək görməyəsiz. Bunu görüb buradan oxuyursunuz. Hə, Gəncə Daşkəsən. Əzizə xanım buradadır. O görə oxuyub baxın. Mən bilirəm ki, çalışqandır Əzizə xanım. Hə, Əzizə xanım, bir dənə siz danışın, biz qulaq asın. Onlar lazım deyil bizə. Onlar bizə lazım deyil. Sadəcə elə belə ardıcıllığını bilsəz neçəncidir filandır. İlk üçlüyü, dörtlüyü yadınızda saxlasaq bizim üçün bəsdir. Əsas bizə lazımdır ki, burada hansı deyək ki, rayonlar var tərkibində, şəhərlər var. Sonra burada hansı sənaye sahələri yayılıb. Bunları bilsək bizə böyük ölçüdə imtahanda doğru cavab verməyə kömək edəcək. Bir də saylarını yadınızda, uşaqlar, bir də üzr istəyirəm, saylarını yadınızda saxlayın. İqtisadi rayonun tərkibində olan rayonların ən çoxu sual ondan düşür də sayları. Məsələn, tərkibində 6 rayon var, 5 rayon var, 4 rayon var, bir şəhər var. Respublika tabeli şəhər deyəndə dedim də hansındakı şəhər sözü yazılıbsa qabağında o Respublika tabelidir. Vəssalam. Başqa bir qeyri-adi bir möcüzəvi bir şey deyil. Hə, danışın, buyurun.
Aha. Aha. İndi respublika tabelə hansılar oldu? Sual üstə respublika tabelə hansılar oldu? Bəli, Cəncənin nöqtə, afərin. Davam edin. Əhalisinin sayına görə 7-ci. Aha, əhalisinə görə 12-ci yeri tutdu. Sonra ərazisi. Aha. Aha. Sonra daşyasında başqa nə var? Bəli, zəylik alülit yatağı var. Afərin, tamamilə doğru. Sonra zəylitəki alüliti biz harda alüminiuma çevirərik? Hə, Əzizə xanım. Zəylitəki alüliti harda alüminiuma çevirək? Aha, afərin. Detal alüminium zavodudur ki, tamamilə doğrudur. Gəncə şəhər ərazisində oradan aldığımız alüliti orada alüminium. Ümumiyyətlə mənə deyə bilərsiniz, alüminium almaq üçün bizə hansı metallar lazımdır? Belə deyək də, faydalı qazıntılar lazımdır. Deyə bilərsiniz, yoxsa başqası cavablandırsa? Hə, eyb yox. Nuray, cavab ver görək bizə. Aftandır, səndir. Uşaqlar, deyirdim axı, bax, belə yazılır da, onun açılışı, bax, belə yazılır. Bu yazaq. Sonra A yazıram, bax. B, A. Bir də yazaq ki, buranı. Dəqiqə, bunu silək, bunu yazam mən. Deməli, bir də yazaq N hərfi. Uşaqlar, ban nə deməkdir? Banlanmaq nə deməkdir? Hə, blok olmaq. Aysə, görürsən, onu bilirsiniz, amma bunun cavabını bilmirsiniz. Hə, indi bu əngəllənmək sözünü mən abreviatura kimi istifadə elədim. Deyin görək, buradakı A nədir? Alüminium yox. Bu alüminium almaq üçündür bunlar. Alülit, aysə. Bu ilə nədir? Bu ilə nədir? Aha, afərin, nifeli. Bax, bu nədir? Ən çox da Yamaykadadır bu, B. Boksiddir, bəli, boksid. Deməli, uşaqlar, ölkəmizdə bunlardan yalnız biri var, alülit. Alülit var, alülit. Bir dənə bizdə alülit var. Qalanlarında xaricdən alıb istehsal edirik də, boksitlə nefelin, alüminium alınır bunun sayəsində. Gəncə alüminium zavodunda bunları əldə etmiş oluruq uşaqlar. Alüminium sənayesi həm də çoxlu nə tələb edir? Elektrik enerjisi uşaqlar, elektrik enerjisi tələb edir. O da Şəmkir su elektrik stansiyası, eləcə də Mingəçevir su elektrik stansiyasından alınan enerjilərin vasitəsilə alüminium istehsal edilir. Bu da belə. Uşaqlar, sonra indi gəlin Gəncə haqqında Əzizə xanım çox sağ olsun, geniş bizə məlumat verdi. İndi gəlin bizə məlumatlara biraz əlavələr edək, yekunlaşdıraq. Dedik ki, Gəncədə 2 dənə şəhər var, Gəncə daşyasında. Biri Gəncədir uşaqlar. Gördüyünüz kimi biri Gəncədir, biri də Naftalandır. Bunlar ikisi şəhərdir və respublika tabedirlər. Digərləri uşaqlar Goronboydur, Samuqdur, sonra Daşkəsəndir, gördüyünüz kimi Göygöldür. Bunlar da bizim nələrimizdir? Bizim Gəncə Daşkəsən iqtisadi rayonu ərazisində yerləşən deməli rayonlarımızdır, inzibati rayonlarımızdır. Gördüyünüz kimi Mingəçevir su anbarı məhz böyük bir hissədə bu inzibati rayon ərazisində, belə bu iqtisadi rayon ərazisində yerləşir. Aha, buyur. Var. Aha, doğru. Hə, elə bir fərqiyyə var ki, güya Mingəçevir su anbarı o vaxtlar o Ermənistanla müharibədən əvvəl onlar bizi təhdid edirdilər ki, Mingəçevir su anbarını vuracaq. Elə neçə dəfə də belə deyək də,
zərbə endirdilər Mingəçevirə onunla bağlı. Amma yəni heç bir zərər yetirə bilmədilər də. Yəni belə deyim. Hə, yəni elə bir ehtimal var ki, bizdə məsələn mən yaşadığım ərazidə sərsək su anbarıdır da. Mən Tərtərliyəm. Hə, sərsək su anbarıdır. Məsələn bizə bildirilir ki, orada o ermənilər məsələn sərsəngi tam açıb buraxsalar suyu, su anbarıdır, elektrik stansiyası deyil. O buraxılsa, yəni biz su altında qalardıq filan. O da elə bir şey olmadı. Yəni onlar hamısı bir fikirdir, təhdiddir. Yəni elə bir fərziyə var ki, ola bilər. Çünki buradan belə uşaqlar, baxın buradan üz aşağı, bax bu istiqamətdə. Belə deyək, hündürlük azalır uşaqlar, hündürlük azalır. Bu istiqamətdə təqribi məsələn burada başlayırsa 1000 metrdən, yazmıram da uşaqlar, burada 1000 metrdən başlayırsa gəlir burada -27 olur. Mən 100 istəyirəm. Onda o dedirdə Tərtərdə olan sərsəng sorunları. Yox, indi yox, ermənilər indi yox. İndi bizim əlimizdə. O vaxtlar hə. -27 metrdir uşaqlar burada. Burada da ki, təqribi hündürlük uşaqlar. 1000 Hə, dərəcə yazdım. Qoy onu silərəm. 1000 metrdir burada uşaqlar. Burada düzəldək. Deməli, belə deyək. 1000 metrə qədər başlayır, -27 metrə qədər gedir. Bu hündürlük intervalda sözsüz ki, məsələn, bu anbarın açılması zamanı bir neçə rayonun su altında qalması deməkdir. Yəni, belə deyək də, Kür daşlı hansı rayonlar qaldı su altında? Saatlı, Sabirabad, Dimişli, yenə də həmən şeydir də. 2011-ci ildə. Aha. Deməli, biz deyəcəyik ki, Gəncə Daşkəsən haqqında danışanda uşaqlar, burada əsas alütü qeyd edilir ki, Daşkəsən rayonu ərazisindədir. Gördüyünüz şərt işarəsi də buradadır uşaqlar. Şərt işarəsi, bir dənə bunu dəyişək. Deməli, şərt işarəsini də görürsünüz. Daşkəsən rayonu ərazisində. Sonra dəmir filizi var uşaqlar. Alülit, uşaqlar, gəlin xatırlayaq. Alülit, zəyli alülit yatağıdır. Dəmir filizi Daşkəsəndir, Hamanoğludur. Sonra hansı idi? Daşkəsəndir, Hamanoğludur. Dəmiroğlu idi də biri də deyəsən, səhv eləmirəmsə. Hə. Bunlar idi uşaqlar, bu üçüdür. Daşkəsəndir, Hamanoğludur. Hamançaydı uşaqlar, üzr istəyirəm. Deməli, biri Hamançaydı, Daşkəsəndir. Bir də Dəmiroğludur, səhv eləmirəmsə. Üçüncü yatağın adı nə idi uşaqlar? Dəmiroğlu idi də. Bir dəqiqə. Dəmiroğludur, eləmi? Bir dənə onu dəqiqləşdirim. Bilirəm ki, Dəmirdə o üçüncüsü də. Hamançaydı, Daşkəsəndir. Biri də uşaqlar. Hə, Dəmiroğludur, eləmi? Biraz yorğunam, üzrlü sayın. Hə, biri də Dəmiroğludur uşaqlar. Deməli, bu 3 dənə yataqda, dəmir yataqlarıdır uşaqlar. Sonra bir də Daşkəsəndən uşaqlar, bir də mərmər yataqları var. Bunu da yaddan çıxartmayaq. Mərmər yataqları var Daşkəsən ərazisində. Sonra uşaqlar, biz qeyd eləyəcəyik, başqa nəyə qeyd eləyək buradan? Dəmir filizi dediyimiz kimi, yenə Daşkəsənin adını seçəcəyik ki, yataqların adını dedik. Dəmiroğlu, Daşkəsən, Hamançay. Sonra mərməri də qeyd etdik ki, Daşkəsən ərazisindədir. Elə Daşkəsən yatağı kimi keçir dərsliklərdə. Sonra uşaqlar, burada neft yataqları, neft. Respublikamızda yeganə yanmayan neft var ki, uşaqlar, Naftalan ərazisindədir. Balanoloji ehtiyatdır, yəni ki, sağlamlıq əhəmiyyəti böyükdür, sağlamlıq üçündür. Sonra uşaqlar, neft kəmərləri, qaz kəmərləri bu ərazidən keçir. Daha sonra Bakı-Qazax avtomobil və dəmir yol xəttləri də bu rayonlar arasında keçir. Olduqca əhəmiyyətli strateji ərazidir. Nəqliyyat qovşaqlarımız bu ərazidə yerləşir. 2 dənə böyük, deməli, Respublika tabeli şəhərimiz var. Gəncə ilə Naftalan. Hə, başqa dedik, Gəncədə burada Detal alüminium zavodu var. Bu qədər. Mingəçevir su anbarı da böyük bir hissəsi ərazisinə düşür. Tanapdır, tapdır, sonra bu layihələrdə Bakı Ərzurumdur, Bakı Tbilisi Qars, deməli, qaz boru kəmərləri, neft boru kəməri üçün bu ərazidən keçir. Sonra Qazax Tovuz İqtisadi rayonu haqqında Vaqif indi səs açan bir açdı idi, Vaqif danışardı. Nuray, danış bizə Qazax Tovuz haqqında. Aha.
Aha. Aha. Başka ne diyebilirsin? Aha. Şəhər deyil olar. İnzibati rayonunda ən iri inzibati rayonlar hesab olunur. Şəmkirlə Qazax dənirləri. Uşaqlar, gəlin bir də baxaq. Bu Qarabağdır. Qazax Tovuza baxaq. Deməli, Qazax Tovuz 690 min əhali, 7,3 min, 7,3 min kvadrat kilometr əraziyə malikdir. Sonra biz deyək... Hə, bu 2022-ci ilin statistikasıdır, ona görə. Hə, görürsən qarşısını eləyir. Uşaqlar, burada heç vaxt imtahanda sual olan bəs ki, bu əhali nə qədərdir? Elə bir şey yoxdur. Bunlar dəyişən şeylərdir. Məsələn, ərazi də düşmür, əhali də düşmür. Sadəcə ardıcıllığını bilmək lazımdır. Ardıcıllığını, ən böyüklər, ən kiçiyi yadda saxlamaq lazımdır. Tərkibində Akstava, Qazax, Gədəbəy, Tovuz və Şəmkir inzibati rayonları daxildir. Qazax Tovuz iqtisadi rayonu ölkənin qərbində Gürcüstan və Ermənistanla sərhəd ərazidə yerləşir. Uşaqlar, sonra Qaradəniz sahilindəki limanlara gedən nəqliyyat kommunikasiya xətləri buradan keçir. Buna görə də icmi əlverişlidir. Yəni, bayaq adlarını çəkdiyimiz Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, sonra Bakı-Qazax avtomobil və dəmir yol xətləri bu rayonun ərazisində keçir. Rayon haqqında bildirəcək ki, deməli, burada Qazax rayonu ərazisində Coğaz deməli, su elektrik stansiyası var. Sonra Akstava çayı üzərində deməli, Akstava çay su elektrik stansiyası var uşaqlar. Sonra Bentonit gil hansı ərazidədir? Gəlin bunları da təkrarlayaq. Əsas bizə elə bunlar lazımdır. Bentonit gil nə tez yaddan çıxır? Qazax, bəli, Qazax daş salahlı. Aha. Qazax daş salahlı. Qazaxın daş salahlı kəndi Respublikanın ərazisinə görə ən böyük kəndlər içərisindədir. Həmin o daş salahlı kəndi. Deməli, belə. Bu da belə. Sonra gəlir uşaqlar. Əhəng daşı. Əhəng daşını da görürsünüz ki, Qazax rayonu ərazisində görürük. Yenə əhəng daşının deməli, göstəricisini. Sonra neft var. Uşaqlar, neftdəki burada Ceyrançöl Acınoxurdadır uşaqlar. Gördünüz mü hissədə? Ceyrançöl Acınoxurdadır. Neft. Aydın oldu. Ceyrançöl Acınoxur ərazisinə düşür ki, bizim neftimiz. Burada da uşaqlar, əsasən bu rayonlar içərisində deməli, Ceyrançöl Acınoxurdadır. Bizim neft ehtiyatlarımız. Sonra, uşaqlar, qeyd edəcək başqa nəyi? Şəmkirdə su elektrik stansiyası var, bu heç, bilirsiniz də. Şəmkir rayon ərazisində Şəmkir su elektrik stansiyası yerləşir. Başqa nə? Neft kəmərləri, qaz kəmərləri buradan keçir. Əsasən üzümçülükdür bu uşaqlar bu ərazidə, Qazax Qarabağda. Başqa bir də uşaqlar, burada şəkər çoğunduru əkiminə görə liderdir Respublikada, şəkər çoğunduruna görə. Onu da yadda saxlayın. Meşə ehtiyatları da bilirsiniz. Burada hansı meşə ehtiyatlarına söhbət gedir? Deyə bilərsiniz. Qarayazı qoruğunda nə bu qorunur bu ərazidə? Aksafa rayonu ərazisində. Tuğay meşələri, bəli, Kürboy Tuğay meşələri burada böyük əraziyi kəsb edir. Ən qədim süxurlar Respublikamızın ərazisində bu ərazidədir. Birisi Alt Palazoy yaşlı dedik ya, keçən dəfə Əsrik çay, Zəyəm çayda yerləşir. O da düşsə, bunu da götürmək olar. İqtisadi rayonun adına əlaqəli şəkildə. Sonra, uşaqlar, Qarabağ İqtisadi rayonu haqqında bizə danışacaq avtomobil. Görək nə danışacaq bizə. Respublika tabeli şəhər var burada. Respublika tabeli şəhər var burada. Niyə bilmirsən? Kimdən soruşaq bə?
Şuşa, bir də dedim axı, bir də Xankəndidir. Uşaqlar, Respublika tabeli necədir? Bu əslində mənasız bir şeydir. Prosta imtahanlarda düşür də uşaqlar. Respublika tabeli deyəndə qarşısında şəhər sözü yazılmalıdır. Bax, Xankəndi və Şuşa şəhərləri. Görürsən, ayrıca verir. Şuşa şəhərləri daxildir. Qarşısında şəhər sözü varsa, elə başa düşün ki, bu Respublika tabeli sözüdür. Başa düşdünüz? Aha. Bu da belə. Respublika tabeli deməli 2 dənə ərazi var. Xankəndi ilə Şuşa. İndiyənə kimi saydıqlarımızın içərisində Bakını dedik, Şəkini dedik uşaqlar. Sonra haranı dedik? Gəncəni dedik, Naftalanı dedik. Aha. Sonra bir də deməli Xankəndi ilə Şuşanı dedik. Ki bunlar Respublika tabelidir. Başqa hansısa qeyd etmədiyimiz qaldı uşaqlar. Aha. Hələ. Ha, danış. Aha. 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 Demək olar ki, su qovşan 1, su qovşan 2 su anbarları var. Aha. Ən böyük sərsəy. Ola bilər. Hələ ki, onlar dəstəyə əlavə edilməyib. İnşallah, baxaq burada görək vəziyyət nə yerdədir. Deməli, biz deyirik ki, ərazisində uşaqlar. Deməli, İranla sərhəddə olan ərazi varmı? Deyirik, bəli, var. Füzuli, deməli, rayonu Şuşa ilə sərhəddir. Uşaqlar, Cəbrayıl görürsən ki, daxil deyil. Niyə ödürü yayındırsa? Ondan ötəri deyirəm ki, o köhnə bölgüdür Cəbrayıl. Cəbrayıl Şərqi Zəngəzura aiddir. Elə şeydə yayındımır inşallah. Şərqi Zəngəzuradan danışmır. Qarabağdan danışır. Xankəndidir uşaqlar, bir də Şuşadır qeyd edirik ki, bunlar Respublika tabelidirlər. Sonra uşaqlar, biz qeyd edəndə deyəcək ki, bu da Bərdədir, Tərtərdir, Ağdərədir, Ağcəbədidir, Ağdamdır, Xocalıdır, Xankəndidir, Xocavənddir, Şuşadır, Füzulidir. Yalnız Füzulinin İranla sərhəddi var. Deməli, bunu da belə dedik. Uşaqlar, sonra yadda saxlayın ki, bu ərazilərdən heç biri Ermənistandan sərhəd deyil. Əvvəllər düzdür, işğaldaydı, amma öz torpağımız işğaldaydı. Heç əvvəllər də Ermənistandan sərhəd deyildi bu rayonlar. Məsələn, burada deməli Ağdərədir, sonra Xocalıdır. Bunların adlarını düşmənlə sərhəd rayonları kimi yadda saxlamayın uşaqlar. Onunla əlaqəsi yoxdur. Amma bir tane gözün uşaqlar, gəlir. Hə, belə idi. Davam edək. Görək başqa biz nələri qeyd eləməliyik bu haqda. Deməli, ümumi deyirik ki, burada. Aha, buyur. Hə, yaxşı, ediyorum. Avtomobil tutsa 2-3 nəfər qaldı. Aha, davam edək uşaqlar dərsimizə. Deməli, deyəcək ki, burada əsas təbii ehtiyatları qeyd edirik, keçək başqa iqtisadi rayonumuza. Burada bir dənə Füzulini yadda saxlayın. Füzuli İranla sərhəddə qalanlar İranla sərhəd deyil. Avtomobil kimi Cəbrayılı yadda saxlamayın. Görürsünüz, bu da Füzulidir. Yalnız İranla sərhəddə Füzulidir. Sonra uşaqlar, burada deməli,
biz qeyd eləyəcək ki, neft. Uşaqlar, burada neftin nisbətən qeyd olunduğu bir sırada. Bax, bu ərazi düşür Tərtər ərazisinə. Tərtərdə neft ehtiyatlarının olduğu güman edilir. Amma bu o demək deyil, Kiçik Qafqazda neft var filan. Bu elə şey fikrinizi yayındım. Nə bilir ki, Tərtərdə neft ehtiyatı var. Bu belə. Uşaqlar, sonra Əhəng daşını dedik ki, biz elə Ağdamda Şahbulağın adını çəkə bilərik ki, Əhəng daşı ilə olduqca zəngin ərazidir. Bir də burada görürsünüz Əhəng daşı kimi belə deyək. Tərtərin ərazisində Əhəng daşı göstərilib. Sonra gördüyünüz kimi bu hissədə Xocalının belə deyək, qərbində Əhəng daşı göstərilib. Başqa uşaqlar, baxacaq, burada su elektrik stansiyaları hər ikisi Tərtər çayı üzərindədir dedik. Suqovuşan ərazisindədir. Suqovuşan da Tərtərin qəsəbəsidir. Sonra uşaqlar, mərmər ehtiyatları Ağdam Gülablı qeyd eləmişik də keçən dəfə. Yadınızdadır, Ağdam Gülablı mərmər ehtiyatlarına görə. Ağdam Gülablı'nın adını çəkəcək. Sonra ümumi pambıqçılıq bu ərazidə uşaqlar gördüyünüz Ağcabədi ərazisidir. Sonra Füzulidir. Bu ərazilərdə pambıqçılıq bərdədir. Pambıqçılığın əsas inkişaf elədiyi ərazilərimiz hesab edilir. Sonra qış otlaqlarıdır, yay otlaqlarıdır. Yay otlaqları, qış otlaqları uşaqlar bu istiqamətdədir. Bu istiqamətdə. Yay otlaqları isə buradan bu tərəfə yay otlaqları təşkil edir. Dağlıq ərazilərimiz. Sonra bu qədər uşaqlar. Elə bunları bilsək, əsas bunları yadda saxlasaq, bizim üçün Kəlbəcərdə sonra isti sudur, sonra Şuşada turş sudur, Şırlandır. Bunların adını yadda saxlayın, bəs edik. Keçək indi növbətiyə, biz Şərqi Zəngəzur haqqında danışacaq. Avtomobil burada olsaydı göstərərdim ki, Cəbrayıl buradadır. Baxın uşaqlar, görürsünüz Cəbrayılı. Baxın, Cəbrayıl buradadır. Əvvəlki bölgüdə, amma burada deyil. Əvvəlki bölgüdə Qarabağın içərisində idi. Aha. Deməli, baxın, bu Qarabağdan fərqli olaraq 2 dənə rayonu İranla sərhəddir. Biri Cəbrayıldır, biri Zəngilan. Zəngilan uşaqlar 2 ölkə ilə sərhəddir. Bu istiqamətdə İranla sərhəddir. Bu istiqamətdə Ermənistanla sərhəddir. Olduqca strateji əhəmiyyətə malikdir uşaqlar. Bir də bu Zəngilan rayonu ərazisində uşaqlar yazı yaylası yerləşir. Gördüyünüz bir hissədə yazı yaylası var. Aha. İndi davam edəcək bizə Zəngilan haqqında, Şərqi Zəngəzur haqqında Əzizə xanım danışsın. Görə Şərqi Zəngəzur haqqında nələr bilir? Bəli, bəli, gəlir. Ağıllı kənddir. Ağalı kəndi ağıllı kənd layihəsi həyata keçirilib, bəli. Sonra uşaqlar, burada Araz vadisi var. Hansı rayonun ərazisindədir Araz vadisi? Araz vadisi hansı rayonun ərazisindədir? Sənaye parkı Araz vadisi. Araz vadisi hansı rayonun ərazisindədir? Nuray. Araz vadisi hansı? Hə. Yox, Zəngilanda deyil. Uşaqlar, Araz vadisi Cəbrayıl rayonunun ərazisindədir. Yadda salın, Araz vadisi sənaye parkı Cəbrayıl rayonunun ərazisindədir. Sonra bir də Ağdam sənaye parkı var idi, bəyək qeyd eləməm. O da Qarabağdadır. Sonra uşaqlar, davam edin görüm. Əziz xanım, davam edin. Bitdi məlumatlarınız. Hə, buyurun, davam edin. Aha, bəli, tamamilə doğrudur. Ələt-Culfa dəmir yolu xətti ərazisindən keçir. Hal-hazırda indi o deyək ki, təmir olunur da. Onun Mehri rayonundan keçməlidir. Orada da Zəngəzur dəhlizi lazımdır bizə ki, keçək. Başqa nəsə əlavə edəcəksiniz?
Aha. Aha, lap yaxşı. Deməli dedik ki, biz ərazisində Kəlbəcərdir, Laçındır, Qubadlıdır, Zəngilandır, Cəbrayıl rayonları ərazisinə daxildir uşaqlar. Sonra biz burada əsasən qeyd edəcəyik ki, bizim var burada qızıl yataqlarımız. Qızıl yataqları hansı rayonların ərazisindədir burada? Nuray. Qızıl yataqları hansı rayonların ərazisindədir? Kəlbəcərdə, bəli. Adı nədir? Yo, qoşa hardakıdır? Zod, Aysol. Zod söydlü, bir də uşaqlar. Burada deməli Zod və yaxud başqa adı ilə söydlüdür. Bir də Qızılbulaq var idi də uşaqlar burada. Aha. Sonra bir də qeyd edəcəyik ki, hansı rayonda? Zəngilan rayon ərazisində var bizim qızıl yatağımız. Adı nə idi? Vecnəli. Vecnəli qızıl yatağı. Deməli, Zəngilan rayon ərazisində idi. Sonra uşaqlar, davam edəcəyik ki, biz öz növbəsində. Qızıl yataqlarını dedik. Xromit filizi hardadır bəs? Yox. Qarışdırma. Laçında bir də Laçınlılar kimə əmoğlu deyirlər? Laçında bir də Kəlbəcərdə yayılıb. Aha. Deməli, sonra bu ipək yataqların adını deyə bilərsiniz. İpək yatağı nə? Adını deyirəm, elə. Xromit yataqların adını deyə bilərsiniz. Göydərə, sonra ipək yataqları vardı ki, bunlar da xromit yataqlarıdır. İpək Laçındadır, Göydərə Kəlbəcərdədir. Aha. Sonra mineral bulaq yataqları. Mineral bulaqlarda görürsünüz, Kəlbəcərdə isti sudur uşaqlar. Deməli, isti su, mineral bulağını görmək olar ki, Kəlbəcər rayonu ərazisindədir. Bu da bizim əsas mineral bulaqlarımız hesab olunur. Sonra uşaqlar. Burada meşə ehtiyatları da var. Sonra əsasən burada yay otlaqlarıdır, qış otlaqları uşaqlar. Bu arazı boyu düzənliklərdədir nisbətən Cəbrayıl ərazisi qış otlaqlarıdır. Qalan gördüyünüz hissələr isə yay otlaqları kimi geniş əraziyə malikdirlər. Sonra uşaqlar biz keçirik Mərkəzi Aran İqtisadi rayonuna. Mərkəzi Aran İqtisadi rayonu haqqında nə danışa bilərsiniz? Kim danışır Mərkəzi Aran haqqında? Danış. Mərkəzi Aran haqqında danışır. İndi burada Respublika tabeli hansı oldu? Aha, bir də Mingəçevir, sonra davam elə. Bəli, bir hissəsi bura düşür. Mingəçevir, bu son barı, bəli, biz. Aha. Sonra, aha. Burada, bu. Bəli, Yevlax Nəqliyyat Quruluşları burada yerləşir. Respublika tabeli dedik hansıdır? Şəhərlər. Deməli, Respublika tabeli Mingəçevir və Yevlaxdır. Yevlağı da yaddan çıxartmayaq. Mingəçevir və Yevlax şəhərləridir ki, Respublika tabeli şəhərlərdir. Əsasən burada neft bir qədər Zərdab ərazisində neftə rast gəlirik. Sonra burada əsasən qış otlaqlarıdır uşaqlar, yay otlaqlarından danışmırıq. Pambıqçılıq əsasən inkişaf edib. Sonra Mingəçevir su elektrik dedik, Yevlax rayon ərazisində, Yevlax şəhər ərazisində qeyd etdik ki, bizim deməli Varvara su elektrik stansiyası yerləşir.
Başqa bir meyvə tərəvəz Göyçaydır, Ucardır meyvə tərəvəzə görə. Göyçay əsasən hansı meyvəyə görə fərqlənir? Alma, Göyçay. Quba demirəm, Göyçay deyir. Başında taz olan meyvə hansıdır? Hə, nara görə Göyçay fərqlənir. Göyçay narına görə fərqlənir uşaqlar. Bunu da beləcə yadda saxlayırıq. Aha, Şirvan Səryan haqqında kim danışacaq? Əzizə xanım, Şirvan Səryan haqqında danışırım. Onu verelim. Görsənməz. Aha. Aha. Doğrudur. Hə, eyb yox. Başqasında biraz da biz davam edək. Deməli dedik ki, Şirvan Səlyanın daxili Hacı Qabuldur, Şirvandır, Səlyandır. Sonra bu Bankə qəsəbəsi uşaqlar Nefsaliyə məxsusdur. Sonra Biləsi vardır, bunlar daxil. Deməli tərkibində bir dənə şəhər var, Şirvan şəhəri. Deməli Şirvan Respublika tabedir uşaqlar. Sonra Biləsi vardır, Hacı Qabuldur, Nefsalaldır və Səlyan İnzibati rayonları daxildir dedik. Sonra uşaqlar biz burada qeyd edəcəyik ki, başqa nəyi? Deməli neftə görə uşaqlar Neftçala ərazisi qeyd edirik ki, burada bir qədər neft var. Sonra biz Səlyanı, sonra Şirvanı qeyd edəcəyik ki, bu ərazidə də bir qədər neftə rast gəlirik. Başqa uşaqlar burada pambıqçılıq əsasən deməli özünü göstərir. Sonra Neftçala şəhəri Kürün mənsəbində yerləşir, rayon Kürün mənsəbində yerləşir. Yəni Kürün Xəzər dənizinə töküldüyü hissədə yerləşir uşaqlar. Sonra uşaqlar. Deməli bu şimal sesi, şimal dresi bildiyiniz kimi yerləşir Neftçala şəhəri ərazisində. Başqa burada qeyd edəcəyik nəyi? Görək başqa nəyisə qeyd eləməliyikmi? Bir dənə Respublika tabeli dedik Şirvandır. Aha. Bunları qeyd etsək, məncə bizə yetərlidir. Neftçalada sonra uşaqlar yodlu bromlu sular əsasən Neftçalada istehsal olunur. Meyvə tərəvəzə görə Biləsi var fərqlənir bizim üçün. Bunları qeyd etsək bizə bəsdir. Sonra Milmuğan haqqında bizə danışacaq öz növbəsində. Avtomobildə qayda. Kim idi qayda? Kimsə qayıtdı, Nuray qatıldı. Hə, bizə danışsın Nuray, Milmuğan haqqında. Aha, sonra nə əlavə edə bilərsən? Aha. İmişlidə bir də bizim mezunlu yaşlı neft yatağı var. Hansıdır? Aha, Murat xanım. Bəs Molla Kənd haradaydı?
Yox, orada hə. Çi haradır? Yox, Kəlbəcərdə neft var. Bura haradır? Bura haradır? Hə, o bu çidir də, Kürdəmirdir. Aha, dedik ki, deməli İmişli haqqında, Mil Muğan haqqında danışanda biz deyəcəyik ki, Mil Muğamda qış otlaqları, heyvandarlıq daha çox özünü göstərir. Pambıqçılıq, taxılçılıq, bostan bitkiləri əsasən burada birisi Saatlı Sabirabad ərazisindədir. Meyvə, tərəvəz və pambıqçılığa görə Sabirabad fərqlənir. Pambıq təmizləmə məntəqəsinə görə həm Sabirabadda, həm Saatlıda, həm də Beyləqanda pambıq təmizləmə özünü göstərir. Tikinti materiallarının istehsalıdır. Neftdir. Bunlar da İmişli fərqlənir. Əslində burada Mezozoy yaşlı İmişli dedik ki, Muradxanlı neft yatağı var. Sonra bu rayonlar içərisində uşaqlar biz təkrarən qeyd edəcəyik ki, bizim üçün burada gördüyümüz Beyləqan rayonudur ki, Beyləqan rayonu İranla sərhəddə yerləşir. Bir də İmişlidir ki, uşaqlar İranla sərhəddə yerləşir. Saatlı ilə Sabirabadın İranla sərhəddi yoxdur. Bu da belə. Bunları bilsək bizim üçün yetərlidir. Sonra Lənkəran Astara İqtisadi rayonu haqqında Əzizə xanım danışsın. Əzizə xanım danışmaq istəmirsinizsə danışsınlar. Öncə Əzizə xanım cavab vermək istəyir. Niyə? Təkrarlamamışsınız? Təkrarlamamışsınız bəs? Niyə 2 dəfə oxuyursunuz ki? Bu birinci blokda iştirak eləməmisiniz blokda şeydə. Yox, 5-6 sual heç o yazasınız, yox heç. Yəni bildiklərinizi yazsanız 5-6 minimum hədəf deyil bizim üçün 5-6. Yazmağına yazarsınız, problem yoxdur. Sadəcə yəni bu vaxtın qısa olmağı mən başa düşürəm. 2 dəfə oxumaq bu qədər material çoxdur, vaxt da qısadır. Yəni yenə deyirəm, əvvəldə də demişəm ki, bu neçə illik materialdır da. Bu materialı qısa vaxtda mənimsəmək o qədər də asan başa gəlmir. Yəni təkrarlasaq, yəni ümumi şəkildə məntiqi ardıcıllıqla bilsəz 5-6 nədir ki o? Yəni yazmaq mümkündür, çox da yazmaq. Hələ onsuz bu əlavə mənim YouTube yayımlarım filan davam edəcək hamısı ilə, narahat olmayın. Məsələləri bitirmişik. Məsələlərin keçən zaman iştirak eləmisiniz yayımlarda? Onsuz video izahlarında atmışam da, narahat olmayın, hamısı var sizdə. Hə, indi danışmaq istəmişsən, Nuray cavab versin. Hə, yaxşı, olar. Aha, bəli, sonra? Aha. Hı. Aha. Hə, görək indi biz də bir dəfə də baxaq. Görək ümumi şey. Burada Xambulansay su elektrik stansiyası var da. Burada Xambulansay bilirsiniz, Xambulansaydır. Sonra uşaqlar biz davam edək burada nə ilə? Deməli,
Burada bizim Respublika tabeli, deməli Lənkərandır. Tərkibinə Astara, Cəlilabad, Deliş, Masallı, Yardımlı, İnzibati və Lənkəran şəhəri daxildir. Deməli Respublika tabeli bir dənə Lənkərandır. Lənkəranın daxilində 2 dənə şəhər var uşaqlar. Biri Lənkərandır, biri də Liman şəhəridir. Lənkərandır. Kim Lənkəranda olsa biri Liman şəhəri var orada. Deməli Liman şəhəridir tərkibində. Sonra biz Lənkəran haqqında deyəcəyik ki, başqa. Burada əsasən tikinti materiallarının deməli daha çox tikinti materialları ilə gördüyünüz kimi Cəlilabad rayon ərazisidir. Meşə və ağac ehtiyatlarıdır. Bu da gördüyünüz kimi Xəzər dənizinin sahilində olan Astara və Lənkərana aid edirik. Yeyinti bəli. Davam edin, axırda sual verəcəm. Hə, şərabçılıqdır uşaqlar. Burada şərabçılıqda əsasən biz göstərəcəyik ki, burada Masallı rayon ərazisidir ki, şərabçılığa görə fərqlənir. Başqa nə var burada qeyd edəyəsi? Təbii artımına görə ikincidir Dağlıq Şirvandan sonra. Hə, bu qədər uşaqlar. Yeyinti sənayesi, meyvə tərəvəz, şərab, sonra Lənkəran və Masalda meyvə tərəvəz konserv zavodları. Üzr istəyirəm, Cəlilabadda şərab istehsalıdır uşaqlar. Cəlilabadda şərab istehsalı deməli üstün yer tutur. Cəlilabadı yadda saxlayın. Hə, belə buyur Nuray. Sizcə bu birinci tanım Asan da olar. Asan da olar, asan. Hə, inşallah. Sonra Naxçıvan İqtisadi rayonu haqqında kim danışacaq? Sonuncudur da Naxçıvan səhv eləmirəmsə. Hə, Naxçıvan sonuncudur. Hə, danış Nuray. Naxçıvan haqqında danış. Hə. Aha, Naxçıvan tamam. Aha. Qeyd etmişdim ki, Gümüşlüdə polimetalla birlikdə nə çıxarır? Polimetalla yanaşı nə çıxır? Yox, mərmər, yadında saxla. Naxçıvanda daş duzlu, xörək duzludur. Afərin. Sonra davam edin. Aha. Sonra paleogen yaşlı suxurlar geniş yayılıb. Sonra paleozoik suxurlar da var. Aha, gətir baxın. Bu çünki anklavda ona görə. Eksklav deyil, anklav deyil, eksklav deyilir bunlar. Elə müəyyən bir ölkənin ərazisi bir neçə digər ölkənin ərazisi ilə əhatə olunubsa eksklavdır uşaqlar. Yalnız bir ölkə ilə əhatə olunsa anklavdır. Məsələn, Lesoto ilə Svalizet var, Zarın tərkibində olan. Göstərirəm, keçən dəfə göstərdim. Hə, dedik onlar necə ölkələr? Monarxiya, afərin sənə. Görsən yanında qalıb. Halaldır sənə. Monarxiya. Monarxiya ölkələri uşaqlar, bir də hansı ölkə idi? Üçüncü hansı idi monarxiya? Hə, şimalda. Hansı idi? Fosfor yataqları olan. Apatit və fosforitə görə fərqlənir. Mərakeş. Bir də Mərakeş idi. Hə, yalnız bir ölkənin əhatə olunubsa, məsələn, Lesoto ilə Svalizet kimi, o hesab olunur anklav. Amma bir neçədirsə eksklavdır. Xarici ölkə ilə əhatə olunubsa. Naxçıvan eksklavdır. Hə, afərin sənə. Deməli, ümumi şəkildə uşaqlar, deməli, Naxçıvan haqqında da dedik daş duzlu, polimetaldır qeyd elədin. Bunlara sonra misli, Ordubad ərazisində qeyd elədik. Sonra uşaqlar, burada başqa nəyə qeyd elədik? Travertin yataqlarını qeyd elədik ki, şaxtaqdıdır. Travertin yatağı. Sonra uşaqlar, dedik ki, başqa burada qeyd eləyəcəyik ki, Respublika tabeli Naxçıvan şəhəri var. Başqa burada qeyd etdik ki, uşaqlar, Sədərək rayonunun inzibati mərkəzi Heydərabaddır. Kəngərli rayonunun inzibati mərkəzi Qıvraqdır. Babək rayonunun inzibati mərkəzi Babəkdir. Deməli, Sədərəyinki qeyd elədik ki, bax Sədərək buradır. Sədərəyin inzibati mərkəzi Heydərabaddır. Babəkin inzibati mərkəzi Kəngərlidir uşaqlar. Sonra da bir də qeyd etdik ki, Babəkinki Babəkdir. Sədərəyinki Heydərabaddır.
Kəngərininki Qıvraqdır. Qıvraq qəsəbəsidir. Bunları da qeyd etdik uşaqlar. Bunları da yaddaş edin. Vəssalam. Bugünkü İnzibat rayonları haqqında verəcəyimiz məlumatlar bu qədər.